Siz şagirdlər, bugün sizlərə sınaq qrupumuzda paylaşmış olduğumuz quiz nömrə 1-in, yəni saf maddələr, qarışıqlar, kimyəvi element, nisbi atom, nisbi molekul, valentli kimyəvi reaksiyaların tərtib olunması adı altında olan 10 dənə sualdan ibarət quizimizin izahını verəcəm. Onlayn dərslərimizə qatılmaq üçün və yaxud da sınaq qruplarımıza qatılmaq üçün 051 447 0251 nömrəsini WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən başlayaq elə birinci sualımızdan. Bizə qarışıqlar verilib, nömrələnib 1, 2, 3, 4. Bunların ayrılmış üsulları verilib, hansı qarışığın homogen olduğunu tapmağımızı istəyir. Birincisi, durultma üsulu ilə süzmə üsulu olacaqdır. Bu iki üsulun ikisi də müxtəlif cinsli, yəni heterogen qarışıqları ayırmaq üçün. Amma distillə və buxarlandırma homogen qarışıqdır. Distillə ilə bir-birində həll olan mayeləri ayıra bilərəm. Buxarlandırma ilə bərk maddə suda həll olduğu zaman ayıra bilərəm. Məsələn, duz su, şəkər su və s. Durultma üsulu ilə isə bir-birində həll olmayan mayeləri, məsələn, yağ və su, sonra neft su, benzin su və s. ayıra bilərəm. Süzmə üsulu isə həll olmayan bərk maddənin sudan ayrılması üsuluna əsaslanır. Burada cavabımız homogen istədiyi üçün olacaq 3, 4. Deməli, 3, 4 C variantı. Burada yəqin böyük ehtimal 2 dəfə edibdir. Sonra növbəti, su ilə eyni cinsli qarışıq əmələ gətirən maddələri müəyyən edin. Biz bilirik ki, təbaşir suda həll olmaz, qum suda həll olmaz. Təbaşirin tərkibini kalsium karbonat kimi göstərmək olar. Qum isə silisium 4 oksiddir. Şəkər həll olacaqdır. Sirkə turşusu həll olacaqdır. Eyni cinsli qarışıq əmələ gətirdiyi dediyi üçün 1, 4 B variantı. Növbəti 3 nömrəli sual deyir. Hal-hazırda temperaturu 20 Selsidən 60 Selsiyə qədər artırdıqda aqreqat halının dəyişməsi düzgün göstərilmişdir. İlk öncə biz hər bir maddənin hər temperaturda hansı aqreqat halda olduğuna baxaq. Məsələn, mən görürəm ki, 20 Selsidə bu maddənin ərimə və qaynama temperaturunun aralığında olduğundan maye haldadır. 60 Selsiyə qaldırdıqda isə yenə 60 Selsi 10 və 110 arasında olduğuna görə maye haldadır. Deməli, X maddəsinin halı dəyişmir, aqreqat halı. Burada isə bizə qeyd edib X maddəsi bərkdən mayeye keçir. Bir yanlışdır. İkinciyə baxaq. Müsbət 20 mənfi 10 ilə 45 arasında yerləşdiyi üçün, yəni ərimə və qaynamanın ortasında olduğu üçün maye haldadır. 60 Selsi isə 45-dən böyük olduğuna görə artıq bu maddə 20 Selsidən 60-a qaldırdıqda mayədən qaza keçir, yəni buxarlanır. Deməli, Y mayədən qaza keçir, bu doğrudur. Z isə 20 və 60 Selsi 0 ilə 100 arasında yerləşdiyi üçün elə bunun da aqreqat halı maye olaraq qalacaqdır. Burada isə Z maddəsi bərkdən qaza deyir, yanlışdır. Doğru olanları istədiyinə görə yalnız 2 deməli, A variantı olmuş olar. Sonra keçək 4 nömrəli sualımıza. Deyir, A maddəsi su ilə qarışığını distillə etməklə. Distillə ilə biz deməli su və etil spirtini götürə bilərik. Deməli, A qarışığımız su və spirtdən ibarətdir. B maddəsini su ilə qarışığı isə buxarlandırmaqla ayırmaq olar. Buxarlandırmaqla ayırmaq bərk maddələrin suda həll olması olacaq. Bir də bura 4 də aiddir. B-də isə su və onda həll olan bərk maddə, natrium xlorid duzumuz 3. Bir də kalium hidroksid də götürə bilərəm. Burada aid olar. Deməli, A 1, 4, B 2, daha doğrusu 1, 4, 2, 3. 2, 3. Bu zamanda cavab 4-də olacaq C variantı. Keçək növbəti 5 nömrəli sualımıza. Deyir, Y-in kütləcə neçə faizi reaksiya daxil olmuşdur. Biz buradan görürük ki, X deməli, Z ilə Y reaksiya daxil olub, X maddəsi əmələ gəlir. Qrafikdən baxıram ki, X alınıbdır 80. Buradan Z ilə Y hər ikisi başlayıb 64-dən. Lakin grafikə biraz yaxından fikir versək, görərik ki, hər ikisi 64-dən başlayıb. 64-dən tamamilə sıfıra enibsə, deməli Z 64 qram imiş. Sonra
Deyir, Y-in kütləcə neçə faizi reaksiya daxil olub. Bunu bilməkdən ötürü kütlələrin saxlanması qanununa əsasən 64, bunun kütləsini A qəbul eləsəm, bu kütlələrinin cəmi 80-ə bərabərdir. Bu zaman A bərabərdir 80 çıxılsın 64. Buradan cavab alarıq 16. Deməli, reaksiya daxil olan Y-in kütləsi 16 qram imiş, amma götürülmüş hissə isə 64-dür. 16 64-ün neçə faizidir? Bunu tapmaq lazımdır. 25 faizidir. Cavab A. Sonra 6. Saf maddələri müəyyən edin. Dəm qazının formulu var, səhv maddədir. Təbii qazın formulu yoxdur. Çox vaxt uşaqlar təbii qazı metan götürür. Xeyr. Benzinin də formulu yoxdur. Xörək dozunun formulu natrium xlorid saf maddədir. Deməli 1 və 4 cavab olacaq C. Y ilə su qarışığını deyir, distilli üsulla ayrılırsa, hansı ifadələr doğrudur? Y ilə su distillə ilə ayrılırsa, deməli, Y mayedir və suda həll olur. Adi şəraitdə maye haldadır, bəli. Y suda həll olmur, xeyr. Y su ilə eyni cinsi qarşılığı əmələ gətir, bəli. Cavab olacaq 1-3, Y variantı. Gələk növbəti 8 nömrəli sualımıza. Ozon O3-dür, amonyak NH3-dür. Elirben diaqramını müəyyən edir. Deyir, müxtəlif element atomlarından təşkil olub amonyak. Saf maddədir. Hər ikisinin kimya formulu var. Eyni element atomlarından təşkil olub ozon, bəsit maddədir. Mürəkkəb amonyakdır. Tərkibi kimya formula ifadə olunur. Yəni kimya formulu var. Bu da ortaqdır 4. Deməli 1 gedəcəkdir 3, 2, 4, 1, C variantı 8-də. Keçək 9-a. Fiziki hadisələri müəyyən edin deyir. Neftdən benzinin alınması olacaqdır, doğru. Sudan oksigenin alınması, xeyr, bu kimyəvidir. Ərimə prosesi, bəli, fizikidir. Misin məmulatlarının üzərinin yaşıl örtüklə örtülməsi, bu kimyəvi reaksiya gedir. Havadan oksigenin, havadan azotun alınması fizikidir. Bizdən fizikələri istədiyi üçün 1, 3, 5, C variantı. İkinci çevrilmə üçün 10 nömrəli sualdadır. Hansı ifadə doğrudur? Biz ilkində görürük ki, bərkdən keçibdir mayeyə. İkinci çevrilmə. İstilik udulur. Biz bərk maddəni qızdırdıqca mayeyə çevirir. Bu zaman istilik udulur. Doğrudur. Sonra sıxlıq azalır. Xeyr, sıxlıq artmalıdır mayeyə doğru getdikcə. Sublimasiyadır. Xeyr, ərimə prosesidir. Sıxlıq artır. Bəli. Doğru olanlar 1, 4, Y variantı. Bununla belə artıq testlərimizi də izahını bitirdik. Növbəti izahlarda görüşənədək.